Dostumuz burada oturmuşdu, Pünhan. İlk dəfə efirlərə səhiylə çıxıb, ən gözəl məclislərə sən onu aparmısan, dəstək durmuşsan. İndi kişisən də əlinin duzu yoxdur, indi bunu başa düşdük. O günləri çox pis oldum və mən gördüm ki, sənin yaşın ona gətirdi ki, sən danışığından hiss elədim ki, o nəyə pis oldu? O deyir, hayf mənim əziyyətimdən. Yəni, səncə niyə belə oldu? Ümumiyyətcə, çalışmışam hamıya, əlimdən nə gəlirsə eləyim, amma Pünhan üçün çox əziyyət çəkmişəm. Pünhanın nəinki sənətlə bağlı, sənətdən kara qara işlər olub, onlara da əziyyət çəkmişəm. Yəni, problem olub, nə bilim, çox atası xəstə olub, həftələrlə gedib bir yerdə banisiyada yanına dəymişəm. Yəni, sənətdən kənarda çox istəmirəm, efirdir. Mən amma deyəcəyəm, mən bilirəm ki, bir xanımla, bir xanım müğənni ilə Pünhanın bir problemi var idi. Və tacirin ad günündə o xanımın yanında elə insanlar gəlmişdi ki, orada Pünhanın başına bir iş gələcəkdi. Nə mənadır? Dava düşəcəkdi. İndi cavan oğlan da ona bir şillə də vursalar, yayılsa bu yaxşı idi. Mənə maraqlıdır ki, sən orada o məclisdən qabaq təyin elədin ki, o adamlar kimdir? Onlara zəng vurdun. Cavan oğlanlar da onlara xahiş elədin ki, mən ağsaqqalam, xahiş yəni, manaf durub başqa nə eləyə bilər ki? Bax, ondan sonra çıxıb necə də demək olar ki, belə, yəni. Mən demirəm, Əflatun müəllimə böyük hörmətim var. Yəni, sənin pis vaxtında bilirdin ki, orada bir dənə adama nito bir hərəkət video çəkilsəydi, viral olacaqdı. Bundan sonra deyirsən, eləməyəcəyəm heç nə. Deyirəm, amma mümkün deyil, gən eləyirəm, mümkün deyil. Amma bilirsən, çörəyin duzu olmaz. Bir Pünhan da öyle. Pünhandır, Pünhanımız var da yola veririk. Pünhanda olsa bilirsən, elə nə istəyir eləyir. Ancaq çox belə şey olmaz. Məsələn, mənə nə vaxtsa bir 10 il, 20 il bundan qabaq mənə kimsə bir stəkan su veribsə də su. Onu mən hər görəndə deyirəm ki, Allah onu balasa, o vaxtı bizim, mən ona o qədər dəyər verirəm. Mən onunla yaşayıram. Adam var. Mən açıq danışacağım sənə. Buyur. Sevgimə salamlayıram buradan, gözəl müğənnidir, cavan müğənnidir. Sən aşağısı sevgimlə toylara düşürsənmi? Yox. Sənin sevgimdən bir astacağın varmı? Qəti. Niyə Pünhana görə sən sevgimə və onun ətrafındakilə ağızlaşmalıydın ki? Və niyə? Və niyə də sual verirəmsin, ay kişi? Yusuf Mustafayevlə toya gedən adamdır. Amma sən bilərək ki, bunun Pünhanla böyük bir problemi var. Hətta bu problem gedib polisə çıxmışdı.